Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi və Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bugün 15 iyun 2026-cı il Azərbaycan xalqı öz Qurtuluş gününü qeyd edir. Qurtuluş günü dedikdə, bəli, ilk öncə hər kəsin qəlbində yaşayan, hər kəsin belə deyək, qəlbində böyük bir özünə yer alan ulu öndərimiz Heydər Əliyev durur. Yəni, Azərbaycanın belə deyək ki, 90-cı illərə qədər böyük bir parçalanma yolundaydı. Azərbaycan artıq məhvə doğru gedirdi. Lakin ulu öndərimizin Heydər Əliyevin Azərbaycana qayıdışı artıq bizim xilas yolumuz oldu. Bəli, qurtuluş yolunun, zəfər yolunun başlanğıcı artıq belə deyək, başladı. Bu da ulu öndərimiz Heydər Əliyevin gəlişi ilə həyata keçirildi. Bəli, Heydər Əliyev dedikdə böyük bir dahi şəxsiyyət, böyük bir tarix yazan sərkərdə yada düşür. Bugün xalqımız çox sevinç hissi ilə bu günü qeyd edir. Çünki artıq Azərbaycan demək olar ki, bütün dünya tanınan bir nüfuzlu dövlətdir. Azərbaycan müstəqil, azad bir dövlətdir. Ulu öndərimizin ruhu da bugün şaddır. Ki, doğrudan da bugün Azərbaycan bütün dünyada öz siyasəti ilə, iqtisadiyyatı ilə tanınır və sülhpərəstliyi ilə tanınır. Biz də bugün Azərbaycan xalqı olaraq bu günü çox sevinclə qeyd edərək ilk öncə ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Bəli, oradan da bu tarixi qurtuluş yolunun memarı ulu öndərimiz Heydər Əliyevdir. Çünki belə bir tarix şəxsiyyət dünyaya bəlkə də gəlməyəcək bu gündən sonra. Bu da bizim payımıza düşüb ki, Azərbaycanın payına düşdü ki, Azərbaycan bu günlərin öz ulu öndərini daima öz qəlbində yaşadır. Bu gün də ulu öndərimizin siyasi kursunu həyata keçirən, onun yolunu davam etdirən bəli, bizim cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. Çox gözəl ki, doğrudan da bu günlərim Azərbaycan bütün dünyada nüfuzlu bir dövlət kimi tanınır. Bütün bunların hər birinin başında duran bəli, bizim bu qurtuluş yolunun təməlini qoyduğu, zəfər yolunu aparan ulu öndərimizin belə deyək, siyasi yoludur. Və bunun da layiq davamçısı İlham Əliyevdir. Bu gün də biz xalq olaraq prezidentimizin yanındayıq. Bu gün də biz ictimai birlik olaraq, ictimaiyyətçi olaraq daima prezidentimizin yanında olacağıq. Xalqımıza, dövlətimizə xidmət edəcəyik. Və gələcək nəsillər də bu gün sevinç hissi ilə yaşaya biləcəklər ki, bəli, bax, bu qurtuluş yolu əbədi bir yoldur. Yəni, zəfər yoludur. Zəfər yolunun, belə deyək, başlanğıcından da irəli gedən bir yoldur. Çünki artıq başladı, bu gün ondan daha yüksək səviyyədə irəli gedir. Əsas odur ki, bu gün xalq sevinərək bu günü qeyd edir. Azərbaycan xalqı bu gün asayişi yerindədir. Azərbaycan xalqı əmin-amanlıq içindədir bu günlərin. Baxdıqda bütün dünyada nələr baş verir, amma bu gün Azərbaycan sülh və əmin-amanlıq içində yaşayan bir dövlətdir. Yəni, buna görə də biz bir daha ilk öncə ulu öndərimizin boşluğu, ulu öndərimizə və onun da siyasi kursunu həyata keçirdən prezidentimiz İlham Əliyevə. Biz də bugün günü çox sevinclə qeyd edirik. Ona görə də mən birliyimizin sədri Təyyar müəllimin adından, bütün birliyimiz adından, başda Ali Baş Komandanımız Prezident İlham Əliyev, onun ailəsi olmaqla bütün Azərbaycan xalqını, dünya Azərbaycanları təbrik edirik. Qurtuluş günümüz mübarək olsun və bu qurtuluş günü də tarix boyu insanların həmişə ən gözəl, sevimli gün kimi qeyd etdiyi gün olacaq. Yaşasın Azərbaycan xalqı, Azərbaycan milləti. Eşq olsun dövlətimizin başçısı, cənab prezidentimiz İlham Əliyevə. Diqqəti üçün təşəkkür bildirirəm.